Salam müəllimlər və şagirdlər. Bugün biz danışırıq Böyük Monqol dövlətindən. Şərq xalqları onları Moğol şəklində adlandırır, Avropalılar isə Monqol şəklində adlandırmış olur. Monqollar Jurjanların varisləri hesab olunurlar. Onlar Mərkəzi Asiya çöllərində yaşayırdılar. 12-ci əsrə qədər onlar qəbilə quruluşunda yaşayırdılar. Bu dövrdən başlayaraq isə, yəni 12-ci əsrdən başlayaraq sosial bərabərsizlik yaranmağa başlayır. Ayrı-ayrı tayfaların daxil olduğu qurumlar yaranmış olur. Bu qurumlar hərbi xarakter daşıyırdı. Yəni, bunlar hərbi birliklər idilər. Onlara isə hərbi başçı olan Noyon və Bahadırlar başçılıq edirdi. Bu Noyon və Bahadırların idarə etdiyi qurumlara daxil olan tayfaların sayı artdıqca, yəni Noyonlar və Bahadırlar daha böyük əraziləri idarə etdikcə, onlar xan adlanmağa başladılar. Artıq 12-13-cü əsrlərin qovşağında feodal münasibətləri yaranmış olur. Dövlətin əsasını Temuçin qoyub. O dövləti yaratmazdan əvvəl Nayman, Kerait və Merkit kimi tayfaları özünə tabe edib. Ona qarşı çıxan yaxın dostu Camuqanı da məğlubiyyətə uğradı. Nəhayət 1206-cı ildə onun çayı sahilində qurultay keçirilir və bu qurultayda Temuçin böyük xan seçilir və Çingiz adını qəbul edir. Beləliklə Böyük Monqol xaqanlığı yaranır. İlk paytaxtı isə Qaraqorum şəhəri olub. Çingiz xan 1206-1227-ci illərdə hakimiyyətdə olub. Ona qarşı edilən üsyanlara qarşı çox amansız olub və üsyançılara qarşı edamlar həyata keçirib. Geniş işğallara başlamaq üçün güclü ordu yaratmağa başlayıb. Dövlətin ərazisi göndərdikləri əskərlərin sayına uyğun olaraq onluq, yüzlük, minlik və tümənlərə bölünürdü. Bu ərazilərin hərbi başçıları olan Noyonlar isə göndərdiyi əskərlərin sayına uyğun olaraq onbaşı, yüzbaşı, minbaşı və tümənbaşı adlanmış olurdu. Ordu tayfa müxtəlifliyi prinsipi ilə təşkil edilməyə başlandı. Asanlıqla idarə olunan onluq sistem adlanan qədim Hun ənənəsi davam etdirildi. Orduda fərarilik edənlərə edam tətbiq olunurdu. Böyük yasa adlanan qanunlar toplusunu qəbul edir Çingiz xan. Böyük yasa yarlıqlardan, yasaqlardan və Çingiz xanın özünün, yəni nəsihətlərindən ibarət idi. Yarlıqlar fərmanlardı, yasaqlar isə qanunlardı. Çingiz xan 1207-ci ildə ilk olaraq böyük Monqol tayfalarını, daha doğrusu Monqol tayfalarını tabe edir. Ardınca Sibir və Şərqi Türkistanı tabe edib. 1211-15-ci illərdə isə Şimali Çini işğal edib, Pekində ələ keçirib. 1219-1221-ci illərdə Xarəzmşahlara qarşı hücuma keçir və Mərkəzi Asiyanın işğalını başa çatdırıb. 1220-22-ci illərdə bilirik ki, Xarəzmşah Cəlaləddini təqib edərək İrana, Cənub Qafqaza, o cümlədən Azərbaycana gəlir. Bu yürüşə sərkərdələr Cəbə və Sabutay rəhbərlik edirdi. Bu yürüşün xarakteri isə kəşfiyyat idi, yəni kəşfiyyat xarakteri daşıyırdı. Monqollar 1223-cü ildə Kalka çayı sahilində Rus qıpçaqlarla qarşılaşırlar. Burada Monqollar qalib gəlir, Rus qıpçaqlar isə məğlub olmuş olurlar. Çingiz xanın ölümündən sonra, Çingiz xan ölümündən sonra oğlanları arasında taxt uğrunda mübarizə olmasın deyə hələ sağlığında imperiyanı 4 oğlu arasında 4 ulusa bölmüşdü. Cuci, Cağatay, Tuli və Ogidi arasında bölmüşdü torpaqlarını. Bu onun ilk və son səhvi olmuş oldu. Deməli, torpaqlarını, imperiyasını bölməsi bu qoca hökmdarın ilk və son səhvi oldu. Böyük xan isə, yəni Çingiz xanın vəsiyyətnaməsinə görə Böyük xan qurultayda seçilməli idi. Digər ulusların xanları Böyük xana tabe olmalı idi. Danışa biləcəyimiz bir Monqol hökmdarı isə Xubilay xandır. Xubilay xan 1264-94-cü illərdə hakimiyyətdə olub. O, Şimali Çini işğal etmiş Çingiz xandan sonra Cənubi Çini işğal edir və beləliklə Çinin işğalını başa çatdırır. Paytaxtı Pekinə köçürüb. 1271-ci ildə özünü Çin imperatoru elan edib. Çində Yuan sülaləsinin əsasını qoyub. Yuan sülaləsi 1271-ci ildən 1368-ci ilə qədər, yəni mövcud olub. 14-cü əsrin əvvəllərində Monqol imperiyası müstəqil dövlətlərə parçalanmış oldu. Monqol dövlətindən bu qədər.